Kərtənkələ kimi bizim də kəsilən ətraflarımız yenidən bitə bilər. Bundan əlavə 10 aylıq uşağa plov yedizdiriblər deyə komalı olub. 20 ildir termosunu dəyişməyən kişi isə həyatını itirib. Bu kimi maraqlı xəbərləri izləmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Mən isə deyim ki, Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Hər hansı bir xəstəliyə görə əli, ayağı kəsilən insanlar çox böyük stres yaşayır. Üstəlik, həkimlərin bunu onlara deməyi də kifayət qədər ağrılı bir prosesdir. Lakin alimlər indi elə bir yeni maddə kəşf ediblər ki, bizdə onun vasitəsilə bədənimizin ətrafları, əzaları yenidən bərpa oluna bilər. Nağıl kimi görünür sizə, amma düşünsək ki, kəsilən hər hansı bir bıçaqdan kəsilən barmağımızdakı yara bir müddətdən sonra bitişir. Bu prosesi tezləşdirsək, niyə də əza yenidən bitməsin ki? Hazırda fantastika kimi görünən bunun üzərində isə alimlər işləyir. Kəsilmiş barmaq yenidən bitəcək. Alimlər insan orqanizmində kəsilmiş əzaları bərpa edə bilən maddə aşkarlayıb. Tədqiqat Nature Communication jurnalında dərc edilib. İtirilmiş ətrafların bərpasında retinoid turşusu və CAP26B1 fermenti fəal iştirak eləyir. Alimlər hesab edir ki, bu tapıntıya əsaslanan yeni texnologiyalar insanlara əzalarını bərpa etməyə kömək edə bilər. Belə ki, retinoid turşusu və CAP26B1 adlı ferment aksolotl salamandralarında mövcuddur. Hazırda bu canlılar üzərində tədqiqat davam edir. Bütün insan əzalarını bərpa etmək hələ də elmi fantastika kimi görünsə də, aksolotl salamandralarında retinoid turşusunun siqnal funksiyasının öyrənilməsinin insan əzalarının müalicəsinə və gen terapiyalarının inkişafına kömək edə bilər. İnsan ac olanda bədən özünü yeməyə başlayır. Bu prosesdə isə ilk olaraq zərərli hüceyrələr məhv edilir. Bu prosesin adı nədir və alimlər nəyə görə aclığın xərçəngin müalicəsində istifadə oluna bilən əsas amillərdən sayır? Bunu da indi biləcəksiniz. Ac olanda bədən üzünü yeməyə başlayır. Autofagiya adlanan hüceyrə səviyyəsində daxili artıqları məhv etmə prosesi aktivləşir. Autofagiya zamanı bədən köhnə, zədələnmiş və potensial təhlükəli hüceyrələrdən, o cümlədən xərçəngə və ya Alzheimer kimi neyrodegenerativ xəstəliklərə səbəb ola biləcək hüceyrələri öldürür. Bu proses sağlamlığı və uzun ömürlülüyü qoruyan təbii özünü yeniləmə sistemi hesab olunur. Autofagiya aralıq oruc tutanda, qanda insulin və qlükoza səviyyəsi azalır. Bədən stres vəziyyətində olanda aktivləşir. 2016-cı ildə Yapon alimi Yoshinori Otsuma autofagiya mexanizmlərinin kəşfinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatı alıb. Və bəli, oruç tutmaq şəfa ola biləcəyi zaman tam olaraq belədir. Bununla belə, PLOS ONE jurnalında dərc olunan araşdırmanın nəticələrində deyilir ki, genetik faktorlar da xərçəngin inkişafına təsir göstərdiyindən onun qarşısını almaq üçün təkcə həyat tərzi dəyişiklikləri kifayət etmir. Xatırınızdadirsə, bir neçə ay əvvəl insanların yuxularının yazılması ilə bağlı bir texnologiya haqqında sizə məlumat vermişdik. Hazırda texnologiya inkişaf elətdirilir və artıq yuxunun gördüklərimizin bir video material kimi yığılmağından ziyadə həm də göstərilməsi prosesi üzərində işlənilir. Təsəvvür edirsiniz, yuxunu gətirib səhər dostlarınıza göstərirsiniz ki, bax gör yuxumda nə görmüşəm. Çox maraqlı xəbərdir, birlikdə baxaq. Yuxuları yazmaq və göstərmək üçün yeni eksperiment. Elm adamları insan yuxularını yazmaq və yenidən göstərmək üçün texnologiya üzərində işləyir. İnnovativ mühəndislər və neyroalimlər insan beyninin fəaliyyəti əsasında yuxuları yazmaq və yenidən canlandırmaq üçün yeni eksperimental cihazlar hazırlayır. Bu texnologiyalar elektroensefalografiya və funksional maqnit rezonans tomoqrafiyası kimi qabaqcıl beyin monitorinqi üsullarından istifadə edərək yuxu zamanı baş verən neyroaktivliyi qeydə alır. Qeyd edək ki, toplanmış məlumatlar süni intellekt alqoritmləri vasitəsilə təhlil olunur. Məqsəd beyindəki fəaliyyətə əsaslanaraq yuxuların vizual elementlərini təkrar qurmaqdır. Bu sistemlər erkən inkişaf mərhələsində olsa da, bəzi elmi tədqiqatlar artıq insanların yuxuda gördüyü və ya oyaq halda xəyal etdiyi səhnələrə uyğun təsvirlər təqdim etməyə nail olub. Uşaqlarınız doğulanda onların nəyə allergiyası olduğunu bilmək çox vacibdir. Çünki övladınızı heç gözləmədiyiniz anda komada tapa bilərsiniz.
Bu valideynlər də uşaqlarının nəyə allergiya olduğunu bilmədiyi üçün ona özbək aşı yedizdiriblər. Tərkibində olan ədviyyatlar isə az qalıb ki, uşağın həyatından eləsin. Moskvanın Krin şəhərində 10 aylıq körpə plov yedikdən sonra komaya düşüb. İlkin ehtimallara görə uşağın vəziyyətinin ağırlaşmasına səbəb plovun tərkibindəki Asiya mənşəli ədviyyata qarşı yaranan anafilaktik reaksiya olub. Hadisə zamanı körpədə qəfil qıcolmalar başlayıb və valideynlər dərhal təcili tibbi yardım çağırıb. Uşaq xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onun vəziyyətini sabitləşdirə bilib və süni nəfəs cihazına qoşaraq huşunu bərpa edib. Lakin məlum olub ki, yemək zamanı qida hissəciklərinin tənəffüs yollarına düşməsi nəticəsində uşağın ağciyərlərində pnevmoniya inkişaf edib. Hazırda körpə həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Həkimlər valideynləri körpələrin qidalanmasına diqqətlə yanaşmağa və 1 yaşına qədər olan uşaqlara allergik reaksiyalar yarada biləcək ədviyyatlar və ya ekzotik məhsullar verməməyə çağırırlar. Paslanmış polad termosda uzun müddət çay dəmlədiyi üçün həyatından oldu. Səbəbi nədir? Yaxşı təmizlənməyən və uzun illər istifadə olunan polad termos təbii ki, insanda zəhərlənmə yaradır. Həkimlər qurğuşun zəhərlənməsi, daha sonra isə ağır pnevmoniya diaqnozu qoyublar. Nəticədə kişi həyatını itirib. Paslı polad termosdan çay içib öldü. Uzun müddət paslanmış polad termosunda çay dəmləyən Tayvan sakini pnevmoniya olub. Ağır metal toksinlərin ağciyər infeksiyasına səbəb olub. Həkimlər pasiyentə qurğuşun zəhərlənməsi diaqnozu qoyublar. Tayvanlı orta yaşlı kişi 1 il sonra pnevmoniya ağırlaşmalarından dünyasını dəyişib. Qəhvə, çay, şirələr, qazlı su, süd məhsulları, bitki mənşəli və müalicəvi içkilər və spirt metal termoslarda 4 saatdan çox saxlanılmamalıdır. Termoslar hər il yenilənməlidir. Qida termosları isə seçərkən keyfiyyətli, paslanmayan, poladdan, keramikadan və ya şüşədən hazırlanmış məhsullara üstünlük vermək lazımdır. Əşyadan hər hansı xüsusi qoxu və ya pas əmələ gələrsə, ondan istifadə dərhal dayandırılmalıdır. Bakteriya və ağır metal qalıqları riskini azaltmaq üçün termos müntəzəm olaraq soda və ya sirkə ilə təmizlənməlidir deyə alimlər xəbərdarlıq edir. Yenə gecə-gündüz reklam olunan şokoladlar və onların tərkibi. Düzünü deyin, sosial şəbəkələrdə də mütləq bizə şərhlərdə yazın. Nəsə almamışdan qabaq həmin məhsulların tərkibinə baxırsınız. Nə qədər kalorisi var, hansı maddələrdən ibarətdir. Əgər baxmırsınızsa, bu xəbər sizin üçündür. Nəyə görə? Bounty-ni Rusiyalı alimlər qadağan edir. Bounty-nin tərkibində insan sağlamlığı üçün təhlükəli ola biləcək maddə aşkarlanıb. Rusiyanın Plexanov Universiteti mütəxəssislərinin apardığı ekspertiza nəticəsində məlum olub ki, bu batonçikin tərkibində E422 komponenti mövcuddur. Bu maddə mədə-bağırsaq traktına mənfi təsir göstərə və ishal yarada bilər. Təhlükəli komponent yalnız Bounty ilə məhdudlaşmır. Digər məşhur şokolad məhsulları olan Snickers və Piknik şokoladlarının da tərkibində palma yağı olduğu bildirilib. Bu yağın isə ürək-damar xəstəlikləri riskini artırdığı da hər kəsə məlumdur. Eyni zamanda Good Mix batonçiki ən yüksək kalorili şokolad məhsullarından biri kimi qiymətləndirilib. Bu şokoladın məhsulunun enerji dəyəri 522 kalori təşkil edir. Müqayisə üçün qeyd edək ki, digər oxşar məhsulların kalorisi adətən 490 kaloridən artıq olmur. Bundan əlavə istehlakçılar şokolad məhsullarını alarkən onların tərkibinə diqqət etməlidir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən eşidin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.